Hər vaxtınız xeyir olsun. Mən FES Akademinin ingilis dili müəllimi Aysiyə Çələbi. Bugün sizinlə yenidən ingilis dilində buraxılış tipli 11 sualın izahına baxacağıq. İzaha keçməzdən öncə bildirmək istəyirəm ki, əgər siz də FES Akademidəki dərslərə qoşulmaq istəyirsinizsə, o zaman 077 598 3800 menecer nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Gəlin başlayaq. İlk sualımızda baxırıq ki, Jack and I have had an argument. We are not speaking to at the moment. Əgər biz ilk olaraq qrammatik cəhətdən getsək, baxarıq ki, burada əgər mən, məsələn, mübtədanın şəxsinə görə qaiç əvəzliyi götürsəm, we ilə himself uzlaşmayacaq. Deməli, bu səhvdir. Daha sonra, each other-sı götürə bilmərəm. Çünki apostrof S-dən sonra mən cümlədə isim axtarmalıyım. Və bilirsiniz ki, each other, one another isimlə işlənmir. Sadəcə nöqtələrdən sonra isim gəldikdə mən onlara yəhək halda olaraq apostrof S qəbul edib isimlə işlədə bilərəm. Burada da nöqtələrdən sonra isim gəlmədiyini görə deməli B variantı səhvdir. Qalır mənə C, D, Y variantları. Və biz demişik ki, əgər iki şəxsdən söhbət gedirsə, mən orada işlədəcəm each other. Burada deyir ki, Jack and I, we, yəni iki nəfərik. Jack və mən. 2 nəfər olduğumuza görə mən burada one another-dan istifadə edə bilmərəm. Amma həm C, həm D qrammatik cəhətdən düzdür. Deməli, nə etməliyik? Tərcüməyə baxmalıyıq. Deyir ki, Jack və mənim mübahisəm olub. Biz hal-hazırda bir-birimizlə danışmırıq. Onlarla danışmırıq, yox, bir-birimizlə danışmırıq mənasında olduğuna görə götürəcəyik D variantını. Gedirik növbəti suala. İkinci sualımızda bizdən istəyir düzgün cümləni seçməyimizi. Peter and Carlos' sister are discussing at. Deməli, burada biz nə edə bilərik? Məsələn, baxırıq ki, Peter and Carlos' sister are discussing at. Bilirsiniz ki, sonunda S olub. Sözün kökünə aid olan isimlər həm Y, çalı, apostrof S ola bilir. Ona görə deməli, nə edəcəyik? Baxacaq cümləmizi. Məsələn, siz avtomatik Y variantını çıxa bilərsiniz. Çünki Peter və Carlos'un hər ikisində apostrof S varsa, deməli, onun ismi nə olmalıydı? Cəmdə olmalıydı. Ona görə Y variantımız səhvdir. Daha sonra baxırıq. Əgər mən Peter and Carlos A variantına baxsam, görərəm ki, bunun apostrof S-i yoxdur. Çünki nə dedik? Sonunda S olan isimlərin Y, çalı, apostrof S-dir. Əgər həmin isimlər cəm şəkilçi deyilsə. Ona görə burada siz bu qaydaya əsasən A variantında, B variantında, C variantında çıxa bilərsiniz və sizə qalacaq D variantı. D variantı nədir? Düzgün cavabınızdır. Sonra baxaq üçüncü sualımıza. Üçüncü sualımızda some of these things are and the best of belong to Liam. Baxırıq ki, hər ikisində deməli, nədir? Nöqtələrdən sonra isim yoxdur. Deməli, nə edəcəyik? Hər ikisində biz isimsiz işlənən yer əvəzliyi götürə bilərik. Burada söz önü olduğuna görə burada mən obyekt əvəzliyi də axtara bilərəm. Ona görə baxıram ki, B variantında my var, C variantında their var, D variantında ümumiyyətcə Z var. Mən heç vaxt sözündən sonra Z işlədə bilmərəm. Qalır mənə A və Y. Deyirəm ki, bu şeylərdən bəziləri səninkidir və onun ən yaxşısı Liam'a məxsusdur. Biz bilirik ki, əvvəlki cümlədə isim verib ikinci dəfə onu təkrar eləməyəndə bizdən həmin ismi əvəzliklə əvəz etməyə tələb oluna bilər. Və burada things sözü də cəmdə olduğuna görə mən heç vaxt onu itlə əvəz edə bilmərəm. Ona görə qalacaq mənə Y variantı. Baxırıq dördüncü suala. Would you like some more apples? No, I don't like the taste of. Burada mən of-dan sonra, sözündən sonra gətirəcəyim deməli əvəzliyim obyekt halda olacaq. Ona görə də B və C variantlarını çıxıram. Qalır mənə A, D variantları və burada yenə deyirəm ki, sən biraz daha alma istəyirsən. Yox, mən onların dadını xoşlamadım. Burada apples-a aid olduğuna görə buradakı boşluğum nə qoyacağım bura? Qoyacağım D. Çünki apples cəmdə deməli onu cəm əvəzliklə əvəz etməliyim. Y variantı var idi his. O da yenə səhvdir. Baxaq 5-ci sual. 5-ci sualda did go to the cinema yesterday.
Bilirsiniz ki, əgər bizim sual cümləmiz could-la, would-la, can-la başlamırsa, yəni xahiş, təklif bildirən sual cümləsi deyilsə, o zaman mən orada some-ı işlədə bilmərəm. Və qalacaq mənə anybody, anything. Biz də bilirik ki, go, getmək fiili canlıya məxsus olan bir şeydir. Ona görə mən orada qoyacağım anybody. Dünən kinoteatra kimsə gedib. Gedirik 6-cı sual. 6-cı sualda bizdən istəyir possessive case, yəni yerli hal. Table sözü deməli table slack. Table sözü cansız isimdir. Cansız ismin yerli hal apostrof s-lə düzəlmir. Təbii ki, ifadələrimiz istisna olmaqla. Ona görə biz biri düzgün götürməyəcəyik. 2 weeks weather. Burada week sayılan tək isimdir. Sayılan tək isimin yerli halı düzəlir apostrof s-lə. Ancaq sayılan tək isimin qabağında birdən böyük miqdar sayı gəlirsə, o zaman mən ismimi cəmləməli, daha sonra isə s-lə cəmləndiyi üçün də apostrof qoymalıydım. Ona görə bu da səhvdir. Today, tomorrow, yesterday sözləri yerli halda işlənir və apostrof s qəbul edir. Bu düzdür. The Wilson, Wilson soyaddır. Qabağına z artiklı gələndə cəmlənməli, apostrof qoyulmalıdır. Bu da düzdür. Mike and Anne's cars. Əgər hər iki isimimizdə apostrof s varsa, deməli verilən əşyamız, şəxsimiz, hadisəmiz onların hər ikisinə ayrı-ayrı da aiddir. Və ona görə onu da nə etməliyəm? Cəmləməliyim. Deməli cavabım olacaq 3, 4, 5 D variantı. Gedək 7-ci sual. 7-ci sualda bizdən düzəltmə isimləri istəyir. B variantına baxırıq ki, bus stop mürəkkəb isimdir. C variantında living room mürəkkəb isimdir. D variantı moment sonunda ment olan sadə isimlər cərgəsindədir. E variantı sewing machine nədir? Mürəkkəb isimdir. Bizə qalacaq A variantı. Art sözünün sonuna is şəkilsi artılıb, move hərəkət etmək, köçmək sözünün sonuna ment şəkilsi artılıb və hər ikisi nədir? Düzəltmə isimdir. Gedək 8-ci suala. 8-ci sualda bizdən sayılmayan isimlərin cərgəsini istəyir. Baxırıq ki, bread, çörək sözü sayılmır, düzdür. Advice, məsləhət sözü də sayılmır, düzdür. Not sözü sayılır, goes deməkdir. Tennis sözü sayılmır, oyun adıdır. Hər ki 1, 2, 4 var. 1, 2, 4 variantlarımız da var. Götürürük Y variantına, amma digərlərinə baxırıq. Parrot quşudur sayılır. Problemdə mücərrəd isimlərin sırasında sayılan istisnalardandır. Ona görə sizin cavabımız olacaq 1, 2 və 4. Gedək 9-cu sualımıza. 9-cu sualımızda bizdən deməli istəyir nəyi? Meet sözünə uyğun gələn nümərativ sözləri tapmalıyıq. Təbii ki, a glass olmaz, çünki mən deməli nə bir şüşə əhd deyə bilmərəm, nə də ki, burada heç glass sözü, meet sözü sayılmır, qabağında article da gəlməz. Ona görə 5-də çıxacam, çünki a glass of ümumiyyətcə məna baxımından meet-lə uzlaşmır. Həmçinin də bottle of da uzlaşmayacaq, çünki burada bir butulkadan söhbət gedir. 1 kilo olar, 1 hissə olar, 1 dilim olar, 1-2 altını biz rahatlıqla götürə bilərik. Gedək 10-cu suala. 10-cu sualda a sharp pair of scissors, a sharp scissors, sharp pair of scissors, sharp scissors. Scissors sözü, yəni qayıt sözü bilirsiniz ki, iki ayrılmaz hissədən ibarət olan həmişə cəmdə olan isimdir. Cəmdə olan isimdən mən A artiklı işlətmərəm. Pair of ifadəsi də, yəni numerativ sözlərin hamısı sayılan tək isimlər olduğuna görə biz də sayılan tək isimlərin qabağında çox hallarda A artiklını qoyuruq və burada da a pair of olmalıydı, 3-də səhvdir. Mən götürəcəm 1 və 4-ü. A pair of ifadəsi var, düzdür. Sharp scissors da cəmdədir. Cəmdə olan isimdə qabağına mən A artiklını zaten qoymuram. Cavabımız olacaq 1 və 4. Baxaq 11-ci suala. Deməli, 11-ci sualı biraz balacalaşdıraq. Aha. 11-ci sualda deməli, Crossing Atlantic Ocean, lap bunu mən elə bunun üzərində sizin üçün izah edeyim. Variantlardan sonra baxarıq. Crossing Atlantic Ocean by plane takes only few hours nowadays. Bilirsiniz ki, su hövzələrindən okeanlarda, çaylarda, dənizlərdə, kanallarda bunların qabağına mən D artiklını qoyuram. Ona görə burada da D artiklını qoymalıyam. By sözündən sonra nəqliyyat vasitələrə gələrsə article qoymayacağam. Only'dən sonra da ya a few gəlir, ya a little gəlir. Burada da few varsa qoyacağam A artiklını. Deməli, mənə lazımdır variantlardan D artiklı, boş çoxluq A artiklı olan variant, yəni C variantı. Gedirik 12-ci suala. 12-ci sual sizin üçündür. Rəylərdə sualımızı cavablandırmağı unutmayın. Əgər videomuz sizə maraqlı oldusa, bəyənməyi və kanalımıza abunə olmağı unutmayın ki, belə ödənişsiz dərslərimiz paylaşıldıqda siz də məlumatlı olasınız.
Hələlik özünüzə yaxşı baxın. Əgər dərslərimizə qoşulmaq istəyirsinizsə də 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.